Salam dostlar. Bugün video çekmek fikrinde değildim. Ama yine de buradayım. Konak gelmişim ve sizin için istedim. Kristal Apşeron Yasamal. Park Yasamal. Bura 3'tü. 3'ün heyetidir. Size heyeti göstereyim. Yavaş yavaş abadlaşır, temizlenir. Ama hele de işler gelir. Ve bu da Park Yasamal 3'tü. Ve 3 Mida tərəfə daha yaxındır. Yani gelir 1, 3 sonra bizim bu layihə 2. Belə. Geçen güllər ekiplər yani. Burada narazı kaldığımız mesela biraz garajdı. Garaj biraz narahattı. Onu da deyirlər ki düzəldəcəklər. Yani ki o hansı ki yer çətindir keçmək, oranı düzəldəcəklər. Sonra və ev almaq istəyirsinizsə mütləq bütün deməli təmir boyu nəzarət eləyin. Çünki indi materiallar yəqin ki müqavilədə olan kimidir. Amma işçilər təəssüf ki elə olur ki, yəni səliqəli işləmirlər. Yəni ona nəzarət eləyin ki, səliqəli olsun. Və arzusunda olan hamıya qismət olsun. Bundan da yaxşı evlər. Gözəl evlər. Yəni ki evi olmayan bilirəm ki indi deyəcək ki razıdır ki harda olur olsun, necə olur olsun, öz evi olsun, düzdür. Mən hər kəsə arzu edirəm ki öz evi olsun. Heyətdə uşaq çox olur həmişə, oynuyorlar burada. Belə dostlar, sağ olun. Yeni çəkilişlər edəcəm sizin üçün. Pazar günü də işləyirlər ha. Gölün qırağı o biri tərəfi də düzəldirdilər.